Salam dostlar. Müasir Azərbaycan idmanının ən məşhur siması Hidayət Heydərov. Hardadır? Çoxdandır xəbər yoxdur. Bu il dünya çempionatında uzun müddətdən sonra çıxış eləyəndə ilk görüşdə uduzmuşdu. Ondan sonra elə bir ki, onun haqqında xəbərlər çox azalıb. Amma elə bir problem yoxdur. Sadəcə olaraq Hidayət Heydərov Braziliyada belə deyək də gizli deyimi ya açıq deyimi məşqlər keçir komanda ilə, milli komanda ilə və gələn həftə Peruda keçiriləcək Grand Prix-yə hazırlaşır. Bu yarışda Hidayət Heydərov əvvəlki şan şöhrətini qaytarmaq istəyir və əlbəttə ki, bir nömrəli judoçumuzdan ancaq qızıl medal gözləyirik. Çünki reytinqə baxanda artıq ilk üçlükdə deyil, reyting hallarını itirib və biz ondan əlbəttə həmişəki kimi çempionluğu gözləyirik. Çünki bu yarışdan sonra Meksikada da bir yarış var. Amma gücü çatacaqmı? Bunu Peru göstərəcək.